Müğənni Mətanət Əsədova etiraf verilişinin qonağı olub. Axşamaz xəbər verir ki, sənətçiyə proqramın aparıcısı bir nəfərin nəvəsinin doğum gününə brilyant maşın aparmısınız sözlərini ünvanlayıb. Mətanət Əsədova ad çəkmədən həmin şəxsin Manav Ağayev olduğunu işarə edib. Elə məndən inciyən də həmin adamdır. Anlaşılmazlıq olub küsüb, mən isə haqlı səbəbdən ondan küsmüşəm. Mənim könlüm alınmalıdır. Kiminsə könlünü almağa halım yoxdur. Heç kimlə işim yoxdur. Mənə sözü olan nömrəmi bilir. Harada deyirsə, orada görüşək, danışaq. Görək nədir alıb verə bilmədiyimiz. Efirdə danışmaq lazım deyil. Efirdə mənim üçün nəsə deyib, mən də orada cavab verəcəyəm. 40 il dostluq edənlər efirdə dostluq edirdi, dərdini efirdə deyirdi. Niyə orada danışırlar? Qeyd edək ki, Manav Ağayev Mətanət Əsədova ilə küslüklərini açıqlayıb. Onun haqqında çox danışmayacağam. Zamanı gələndə hər şey bilinəcək. Ona sual verirsən ki, 3 müğənni, qayıdır başqa müğənni yoxdur. Məndən ötürü ağlaya-ağlaya efirə gələn adam nə etdi? Mən də onun üçün ölümə, söz-söhbətə getmişəm. Bir efirdə söhbət olmuşdu, onlar hara kimi getdi? Həmin adamı gətizdirib evində Mətanətdən üzr istətdirdim. Amma dəyməzmiş deyə Ağayev bildirib. O əlavə edib ki, küsmələrinə səbəb ad günündə Mətanət Əsədovanın oxumasına imkan verməməsi olub.